Ulu Tanrı inadıyla. Bu günləri Cəhalət Mühəndisliğinə Qələbənin 270-ci bölümün Allahın şükrü ilə və e, məhəbbəti ilə başlayıram. Buracan 500-ə yaxın kitabı tanımışıq. Bilmişik ki, türklər də tarixdə bütün sahələrdə, siyasətdə, hüquqda, tarixin özündə, şəxsiyyətlər haqqında, fərq eləməz siyasi, qeyri-siyasi şəxsiyyətlər haqqında, ha belə Quran, təfsir, şəriət, mollaların, yəni sözlərin dinə ilgisi yoxdur. Ona görə də bir hədis düzəldiblər ki, mollalar əgər düzün desələr, tamam müctəhidlər bunu yazırlar ha. Yazırlar, mollalar əgər düzün desələr, 2 xeyir aparacaqlar, savab aparacaqlar. Əgər tərsə demiş olsalar, 1 savab aparacaqlar. Yəni özlərinə də bir pay tıqadıblar. Mollaların şeydir, yəni düz vaqiət budur ki, bu İslam ki biz görürük, bu İslam Həzrət Məhəmməd İslamı deyil, bu İslam mollalar İslamı və toplumlar İslamı və insanların fərdi baxışları İslamıdır. Mənim İslamımla sizin İslamınızın təkbətək fərqimiz vardır. Eyni halda mollaların da fərqi var bir-birləri ilə. Amma istəyirəm kitaba keçməmişdən qabaq bir şey deyim. Baxın, Türkiyədə mən bir neçə gün qabaq bir gözəl bir söz eşitdim. Bunu ömrümdə birinci dəfə eşitdim. Dedi ki, İranlılar siyasi insan değiller. Bunun mənası budur ki, İranlılar ya vəhşidirlər, ya da zorakılıqdır İranlarınki. Yəni, şah zamanı dediklərində Avrupalılar, Amerikalılar İrana gələndə bir vəhşiyyət gedirik, vəhşilər içində yaşayaq deyə bir pul alırmışlar. Məncə doğru alırmışlar. Mən özümün də düşüncəm budur ki, İranda bir vəhşilik hasil insanlara. İnsanlar siyasəti düşünmürlər. Məsələn, nümunəsi deyək. Deyək ki, İran dövləti şah zamanı olsun, indi olsun, Məhəmməd Rza olsun, Pəhləvislər hansısa olur olsun, gəlibdir, dövlətdir, ya Xümeyni, Xameneyi dövlətləri, bunlar insanların azadlığın, heç olmasa düşüncə azadlığın, baxın düşüncə və dil, danışmaq azadlığın rəsmiyyətə tanımırlar. Ən azı budur da, ən azı budur ki, toplum və insanlar deyək ki, ağa, sənin azadlığın var, düşünəsən, düşündüyünü da dilə gətirəsən. Yoxsa azadlığın mənası yoxdur ki. Yəni, yap belə zindana salsan, zindanda da buna haqqı var ki, düşünsün və düşündüyünü dilə gətirsin ya yazsın. İmkanı olsa yazı yazsın. Amma Məhəmməd Rzadır, dədəsidir və oğlu bu nəvəsidir, Xümeynidir, Xameneyidir. Bunlar bu azadlığı rəsmiyyətə tanımırlar. Tanımayıblar və tanımırlar. Təcrübədə göstərib yaşamışıq. İndi bu bir tərəfi məsələdir. İkinci tərəfi gələndə o şey ki, İran deyirik, İranlılar deyirik. Burada niyə siyasi düşüncə yoxdur? Çünki dövlət deyək ki, diktatordur, dinçidir, ziddi insandır, qanun bilmir, hüququ beynəlmiləli qəbul eləmir, bir növ işğal dövlətidir, Pəhləvilər işğal dövlətidirlər. Xümeyni də işğalın davamıdır, Xümeyni Xameneyi. İşğal dövlətidirlər, onlar işğal elədikləri yerləri və insanları və torpaqları və ağılları qəbul etmədikləri üçün onları əzəllər. Fərq eləməz, bu Fars olsun, bu Kürd olsun, Ərəb olsun, Türk olsun, Bəris olsun, Türkəmən olsun, Qəşqayı olsun, heç fərq eləməz işğalçıya, işğalçı işğaldır. Bu birinci. İkincisi budur ki, millət var ortada. Yəni, türklər var, ərəblər var, bəluçlar var, Kürdlər var, Qəşqayilər var, Türkəmənlər var, Lorlar var, Bəxtiyarilər var, Ciləşlər var, Mazənilər var, Talişilər var, Müsəlmanı var, Sünnüsü var, ayrı dinlərdə olanları vardı. Vardı ki, vardı. Bunlara nə gəlibdi? Yəni, vəhşiyyət bunlarda da var. Yəni, mən deyirdim, indiyəcən özüm şəxsən, əlbəttə bunun arasında gedirdim, gəlirdim ki,
şeydir. Amma indi görürəm ki, millət vəhşidir. İnsanlar da vəhşidirlər. Fərq eləməz ki, Pəhləvi dövründən vəhşi millət qalxdı, inqilab elədi. Bir-birlərini qırdılar, Kəlan-Təridə, orada, burada məmurlar əllərini keçəndə qırdılar, öldürdülər. Bu vəhşilikdən gəlir. Vəhşi olmasa, deyər ki, mədəni bir insan olsa, təməddünə yetişmiş olsa, mədəniyyəti olsa, deyər ki, məhkəmə var, veririk məhkəməyə, mühakimə elərik. Əgər mücazat eləməli olsa, mücazat elərlər. Əgər əmbalı alınmalı olsa, alır. Amma gedir, qarət elir. Onun bunun malın qarət eləyib yeməkdən ləzzət aparır. Onu bunu vurmaqdan, döyməkdən ləzzət aparır. Dünənləri, ya keçən günlərdə Torontoda bir toplum olubdu. İranda geçən etirazlara qatışmaq üçün, himayət eləmək üçün insanlar gəliblər toplum eləməyə. Onlar ki, İran şah bayrağı götürüblər, həmlə eləyiblər, orada bir türk oğlanı vurublar, gözün sıxadıblar, yaralayıblar, nə iniblər, bilmirəm, ağzı burnundan qan gəlir. Niyə? Sən təcziyə tələbəsən. Əslində mən təcziyə tələbəm, sənə nə rəbdi var? Sən mənim düşüncəmə hörmət qoyacaqsan, bu bir siyasi düşüncədir. Sən eləyə biləsən, qəbul eləməyəsən, sabahları rəy versələr, rəy verməkinə, sabahları məndən savaşarsan, cipə açılsa. Amma sən haqqın yoxdur bu günləri, o da çıxıb meydanda siyasi sözün deyir, sən də o da düşüncəsini deyir, sən də düşüncəvi deyirsən. Sən pəhləviçisən, o da istiqlalçıdır. Nə rəbti var? Sən də istəyirsən rejim yıxılsın, əgər istəyək deyək İran qanunları üzrə qeyri-qanuni danışırsan, davranırsan, sən də qeyri-qanuni davranırsan. Onun qeyri-qanuni davranmağı külli rejimi qəbul eləmir. Külli İranı qəbul eləmir istiqlalçı. Amma sən isə rejimi qəbul eləmirsən, amma şeyi qəbul edirsən, siyasi fondansiyonu, o yapını qəbul edirsən. Bunun üçün bir vəhşi millət ilə tərəf. Xüsusən biz türklər, biz ərəblər, biz bəluçlar, bizlər bir vəhşi dövlət, işğalçı dövlət və bir vəhşi millət ilə tərəfiq. Millət üçün rahatca özünü sata bilir. Azadlıq üçün tamam adam gedər ölər. Amma sən də deyirsən azadlıqdan danışırsan, mən də deyirəm azadlıqdan danışıram. Sən də haqqı istəyirsən, mən də haqqı istəyirəm. Sən haqqı hökumətin dəyişməyində bilirsən, mən haqqı istiqlalda bilirəm. Tamam, burada haqqı hər kəsən tərif edir. Lazım deyil sən haqqı mən fərqli tərif elədiyim üçün mənim boğazımı kəsəsən, vurasan, döyəsən ki, şeydir. Sən haqqın yoxdur bu siyasi düşüncəni düşünəsən və dilivə gətirəsən. Bu belə bir özü Kanadada yaşırlar ki, Kanadada Quebec istiqlal istəyəcəyinə də təzəşdən deyib ki, biz təzəşdən geçsin sandığa görək ki, sandıq istiqlal istəsə, biz Kanadadan ayrılaq. Bu cür bir yerdə yaşaya-yaşaya, Avropada, Amerikada yaşaya-yaşaya, sən buranın o havası, elə bir giriblər hamama, amma giriblər hamamın içində suya düşməyiblər. Bunlar gəliblər 30 ildir, 40 ildir, 20 ildir, 50 ildir, 10 ildir, 5 ildir, hər fərq eləməz. Bu Kanadada yaşırlar, amma Kanadada, Amerikada yaşadıkları bu durumu əslində hiss eləmirlər. Buna deyirlər vəhşi millət, canavar millət, yırtıcı millət, şoğal dediyiniz budur, kaftar dediyiniz budur. Kaftar dediyiniz, kaftar millət beləsi olur. Yəni dövlət yırtır, tamam, dövlətli də. Dövlətli deyir, mən işğalçıyam, işğalçının məmuruyam, işğal eləmişəm, işğal olan millətə icazə vermirəm. Amma bu millət necə? Sən ki azadlıq istəyirsən, sən ki hürriyyət istəyirsən, sən ki hüquq istəyirsən, sən ki qanun istəyirsən, sən niyə bu cür şey edirsən? Mütəəssifanə İran milləti, İran dediğin millət ki, deyəndə də bunun mənzur farslar olur və daha xülasə gedəndə səltənət tələblər özəlliklə insanların azadlıqların, düşüncə azadı və azadlıqların rəsmiyyətə tanımırlar. Hər halda bu da bir qonu idi, gördüm bizim Yaşar Haqqatpuru zahirən döyüblər, yaralayıblar. Bu bizi çox incitdi. Ruhi olaraq, əxlaqi olaraq, insani olaraq bu qeyri-qanuni, qeyri-əxlaqi, qeyri-vicdani, qeyri-hüquqi hər sahədən bu insanlığa yaramaz bir işdir görüblər və
məhkum olmalıdır, məhkumdular. Tamam, indi gəldik kitablarımıza, açaq görək ki, hangi kitab bu günləri türk dilində yazılmış, türklər yazmışlar. Türk uyğarlığı və türk mədəniyyəti bunu bizim üçün bu günə gətirib çıxardıbdır. Biz dünənləri Atalıq adında bir nağıl açdıq. Nağıl deyildi, tarixdən bir hikayə idi zahirən, nağıl şəklində güya yazılmışdı. Türkcə və Cığatay əlfabeti ilə və ləhcəsi ilə yazılmışdı. Cığatay əlfabeti deyəndə, Cığatay əlfabeti türkcə, ərəbcə əlfabetdir, müştərəkdir bu. O əlifba ilə yazılmışdı. Amma Cığatay türkcə ləhcəsi ilə. İndi gedək Dadaşdan bir dənə Quran burada görürəm. O Quranı açaq, çünki qabaqcan bir Quran da açmışdıq. Bunu da Dadaşdan yenə də açaq və görək ki, yanında Tibb və Nücumi Türki, o da Dadaşdan açaq, görək ki, bu da hangi kitabdır və bir dənə də açaq, çünki fikir edirəm ki, o da Qurandır. Bunları bu günləri fikir edirəm ki, bir hissəsini görmüşük. Yəni fikir edirəm o Tibb və Nücumu da öncədən görmüşük. Bunu da görmüşük. İndi bu hangisidir? Qur'an-ı Kərim. Əvvəl bunu bu hangisidir? Uyğuri Quran, bunu dünənləri oxumuşuq. Bu dünən oxuduğumuz Qurandır, əgər səhv eləmirsəm. Bəli, bu odur, dünənkidir. Bunu bağlayaq geçsin. Burada da bir də bağlamalılar var, bunları da bağlayaq və sonra buna gələk. Qur'anın təfsiri dururlar. Bu da dünən oxuduq. Bu necə nə? Bu da odur ki, onu da bağlayaq geçsin. Bu da Qur'anın təfsiri dünən idi. O da getdi. Yenə də elə həman qalır. Bu da Qur'anın təfsiri. Bu nədir? Gedək bura. Cəlibdir. Pəs bu Qur'an ki, dünənləri biz burada gördük. Qur'an Uyğuri. Bunu açıram buradan Tazaşdan. Bunu dünənləri oxumuşuq. Əgər bu olsa gərək bunu təfsirin, bəli, Qur'anın təfsiri və sonda da tarixi yazılmışdı. Biz də bunu gördük, oxuduq. Dəqiqən odur, bəli. Bunu oradan adını dəyişdirək ki, təfsiri Qur'andır bu. Qur'anın təfsiri. Tamam, bunu yazdıq. İndi bu tibbi ki demişdik. Görək bu tibb hardadır. Əcəba tapa bilsək, bu deyildi. Bağlanıbdır o. Tamam. Bu tibbi və nücum açaq və belə gedək o birisində açaq. Görək ki, bu hansıdır. Əvvəl bu Qurana baxaq, görək ki, Lüğəti Qur'an-ı Kərim deyə PDF-in başında görsənir. 273 səhifəlik bir kitabla qarşı-qarşıya yox. Əvvəl kitabın bir zahirinə baxaq. Görürsünüz ki, bu kitabın səfəni cildi açıblar. Şirazə cırılıbdır. Bu Şirazənin cırılmağını görürsünüz. Kitaba çox su geçibdir. Hər tərəfdən suyun əlamətini görürsünüz. 2-3 yerdən kitabın cildə yapışan səfəsi cırılıbdır. Onu da görürük. Və burada bir 1580 deyə 2 dənə yazı yazılıb. Birinin üstünə xət çəkiblər, amma birini yenə də Tazaşdan yazıblar. 2 dənə də möhr orada görürük. Bir dənə də üstə bir şey yazılıbdır, amma bilmirəm nədir. Burada kitabın 4-cü səhifəsində əslində baxanda görürük ki, kitabın vəqfi haqqında bir şeylər yazılıb və burada qeydərək baxarıq. Zahirən Süleymaniyyə kitabxanasında bu saxlanır İstanbulda. Suyu gəldiyi yeri görürük, çox su gəlibdir. Burada da Türkiyə Cumhuriyyətinin indi kitabxanasıdır, nədir, onu da möhrün görürük və Bismillahirrahmanirrahim. Kitabın adı Lüğəti Qanun. Bunu buradan başlarıq, oxuyarıq, görürük nədir? Gördüyünüz kimi kitab çox sadə bir kitabdır. Nəzərə gələn soralar yazılmış olacaqdır. Yəni çox da 700-800 ilin kitabına bənzəmir. Burada gördüyümüz kimi dövrəsində çərçivəzat çəkməyiblər.
Amma sətirlərin əvvəli biraz o yüz bu yüz demək olar ki, düzdür, amma biraz ayrılığı vardı. Bəzi kəlmələri görürsüz şey yazıblar, qırmızı yazıblar. Nəzərimə gəlir ki, qırmızı yazılanlar Qurandan götürdüyü kəlmələrdir, ya ərəbcədir, onların izahında bir şeylər yazıbdır. Baxarıq, oxumayınca bilməyəcək ki, bu kitab nə haqdadır. Kitab 272 səhifə və gözəl bir xətt ilə yazılıbdır. 16-cı səhifəsində PDF-də gələndə görürük ki, burada Bab-ı Sai belə bir şey yazıblar. Görək ki, bu nələr olacaqdır. Mən biraz sürətini çoxaldım bu kitabın. Burada görürük ki, 975-ci ildə bu PDF-in 41-ci səhifəsində görürük ki, burada kitab yazıb ki, təmmət əl-kitabu be'unillahil məlikil vəhhab biyədil Abdülqadir. Tamam, kitabın adını sonra yazarıq. Bunu yazaq ki, Abdülqadir Zeynəddin. Abdülqadir Qadir İbni Zeynəddin səneyi 975-də yazılıbdır. Yəni bu kitab məni çox biraz çaşdırdı. 1447 deyik, bundan çıxsaq 975-in, yəni o ildə yazılsa 472 il öncə bu kitab yazıb. 472 il öncə yazılmış görünür. Görünür ki, yəni yazılıbdır, yəni onun tarixini burada özü yazan qoyubdur. Bu 41-ci səhifədə belə bir tarix qoyubdur. Davam edirik, bu bir səhifə sonra lüğət gəlir. Yəni burada lüğətlərlə qarşı-qarşıya qalırıq ki, türkcə, ərəbcədir. Baxarıq, bu da lüğəti Qur'an-ı Kərim dedikləri düz olacaqdır. Çünki Qur'an və lüğət Qur'an-ı Kərim beləsi görünür. Mən indi bunu davam edirəm. Burada da görürük ki, qırmızılarla bir şeylər yenə yazıblar. Məsələn, əlifin səsləri, yəni səslə yazıbdır hər kəlməni. Məsələn, bil kəsri, kəsri ilə, bil zəmmi, zəmmi ilə, bil fəthi, fəthi ilə, b mim bil fəth, b z bil fəth, məsələn, beləsi deyə, yəni səsini də düz çıxasın deyə gedibdir. Bunları üçün şeydi, biraz sürətlə aparıram qabağa. Kitabın ortası bilirik da, əvvəldə gördük kitabın şirazəsi cırılıbdır, su gəlibdir, onu gördük və elə o davam edir. O cırıqlar bəzən çoxalır, bəzən azalır. Burada da kitabın başında, o şirazənin başında həm cırılığı, həm də ipləri görürük ki, şey olublar. Çox gözəl xətti vardı. Niyə gözəldir? Çünki mənim kimi savadsız bir adam bu kitabı oxuya bilər. Kitabın yetişdik axirinə görürsünüz, lüğətdir. Son səfəri gəldik. Son səfədə yazıb ki, təmmətil kitab be'unillahil məlikil vəhhabi və sallallahu alə seyyidina Muhammedin və alihi əcməin biyədil həqir Abdülqadir ibn Zeynəddin əfəllahu ləhu və livalideyhi və əhsənə iləyhuma və iləyhi fi tarixi səniyyə ərbəə və səb'inə və tis'əmə 974 səniyyə ərbəə və səb'in bu 74'dür və tis'əmə və 974'də də bu bölümü, lüğət bölümünün qutarıbdır. Bəs bu kitab iki mərhələdə aşağıda da yazıbdır. Mən və fi əvasiti şəhri səfəril müzəffəri 974'ü də ədədlə yazıbdır. Bəs düz oxumuşuq. Tamam, bu yazaq ki, və yəni 2 ildə yazıbdır. 974. Əvvəl nəzərə gələn 74 və 75. Nəzərə gələn əvvəl bu Quranın lüğətlərini yazıbdır. Sonra gəlibdir buna Quranın özünə görə də bir şeylər yazıbdır. Qeydaq əvvəldən buna bir baxaq, görək ki, nə yazıb. Əvvəl görək bu vəqf eləyən kimdir? Və vəfəqə hazəl kitabi lüğəti
lügət. Qəd vəqəfət ya kəzbani cənnət vəli liyubayu və la yeştərə və belə bir şey yazıb. Lüğətsat da qoymayıb, ona görə nöqtə qoyub, amma səs qoymadığı üçün vifqən sahih mütəvəlli məsəl mütəlla vəlidir. Nəmir, belə bir şey. Hər halda bu kitabı vəqf eləyiblər. İndi orada bir şeylər də yazıblar ki, mən oxuya bilmədim. Kitabı çevirək, görək ki, bu tərəfində bir şeylər tərsə yazı ilə yazıblar. Onu oxuya bilsək bizə yaxşı olar. Əl-ilmu vəl-malu yəstəruan kulli eyb. Elminən var, yəni mal. Mal türkçə sözdür. Biz hər cürə varlığa mal deyirik. O cümlədən öküzə, inəyə də mal deyirik. Əlbəttə, deyəndə, məsələn, mal davarın var, qoyunla, qoyun keçi ilə öküzü, ya böyük heyvanı, böyükbaş heyvanlarla kiçikbaş heyvanlara ayırırıq. Türkçə belə deyirlər, böyükbaş heyvan, yəni inək, öküz, camış, bu cür bir heyvanlar ki, böyükdürlər, at, eşək, qatır, o heyvanlar ki, böyükdürlər. Bunlara deyirlər böyükbaş, kiçikbaş da deyəndə olur qoyun, keçi, bu cür bir şeylər ki, kiçikdirlər. Bunlara biz hamısına deyirik mal, heyvan, ayırırıq bir-birindən, mal və heyvan. Mal deyəndə küllən sirvətə gəlir. Əl-ilmu vəl-mal, elminlə sirvət, sirvət hər şey tutur da, mal hər şeyi tutur. Yəstərani kulli eyb, külli eybin üstün örtər. Eybin üstün örtərlər, bunu da biz demişik da, toyda nə olar, salarlar kasıbın başına, bu da bir zərbil məsələ. Əl-fəqru vəl-cəhli yəkşifani kulli eyb. Cəhlinə də kasıblıq tamam eybin üstün açar. Yəni, elə o zaman ki, kasıb oldun, o zaman eybi. Elə eyb, kasıblıq özü eybidir. Cəhl özü eybidir. Yəni, da bunun ehtiyacı yoxdur ki, bir ayrı buna anlam verək. Burada bir şey də yazıbdır, amma onu da görüm oxuya bilsəm. Oxuya bilsək yaxşı olar. Əgər oxuya bilsək, la ilmə illəl ilmədir bilgəmənə cəhli oxuya bilmirəm, bilə dəva. Pəs illəl ilmə durrun bilə qimə, elmi bir dürrüdür ki, qiymətsizdir. Əl-cəhlu bilə bəlaun bilə dəva. Cəhli bir bəladır, davasız bir bəladır. Pəs çox gözəl bir məsələ. Əl-ilmu durrun bilə qimə vəl-cəhlu bəlaun bilə dəva. Elmi bir qiymətli dürrüdür ki, qiymətsizdir, qiyməti yoxdur, qiymət qoymaq olmaz. Cəhli də bir bəladır ki, ona dava yoxdur. Əlbəttə, cəhlin davası vardır, amma insanlar cəhalətdən çıxmaq istəsələr davası var. Yoxsa, lüğəti qanun. Kitabın adı lüğəti qanundur, görək, bunu oxuyaq, sonra bilək. Bismillah, ilahi. Aha, lüğəti qanun ilahi. Kitabın adı lüğəti qanun ilahi. Kitabın adı budur. Burada birinci dəfə bu bizə bir mənanı göstərir. Bu kitab 472 il, 71 və 72 il bundan öncə yazılıbdır. Deyək ki, 72 il, 71 və 72 il bundan öncə bu kitab yazılıbdır. Burada görürük ki, Qur'ana qanuni ilahi deyə ad aparır. Qanun sözü. Qanun sözü işlənir və bilmirəm ərəbcədə qanun sözü işlənir ya yox, amma bu türkcədə qanun işlənibdir. Bismillahirrahmanirrahim. Elhamdülillahillazi hadana lihaza və ma kunna linehtediyə lawla inna hadanallah və mən nəsru illa min indillah və ma tevfiqi illa billah və aleyhi təvəkkəltu və ileyhi ənib və səlatu və səlamu alə məsərizzad əl-əhədiyyə və alihi və sahabihi əcməin Həzrət-i Əhədiyyətə həmd etməkdə. Həmd etməkdən sonra, indi burada, çünki biz əl yazı ilə qarşı-qarşıyayıq, 471 il bundan öncə yazılmış bir əl yazısı ilə, mən dedim bu tazadır, tazaya bənzər çoxdur, qədimi deyil, amma qədimi imiş, çünki mən bunu haradan dedim,
Məmulən o qədim yazılarda kitabın üç tərəfində yazı üçün boş yer qoyurlar ki, oxuyanlar düşüncələrini orada yazsınlar. Bunu mən o cür fərz elədim, amma indi baxıram görürəm ki, yox, hər üç tərəfi kitabın baş tərəfi, sağ tərəfi və aşağı tərəfi boş qoyulubdur ki, yazı yazılsın. O mənim xəta, gözümün xətası və düşüncəmin xətasından gəldi. Əl yazıda indi burada həmd etməkdən o nun ki yazıbdır, onu bir ərəbcə t müənnəs deyirlər. Yəni girdə h, üstündə iki nöqtə olur. Buna deyirlər nə mənə? H. T ərəbcə t tənis ya müənnəs, dişi t. İndi bu isə burada nunu o cür yazıbdır. Onun üçün biz bunları cümlənin içində gərək baxaq, yavaş-yavaş bunun əl yazması ilə tanış olaq. Əlbəttə dəyişir. Məsələn, bir ayrı kəlmədə gördüm, indi onu da göstərərəm, deyərəm, elə etməki tazaşdan nunu yekə yazıbdır. İçində də nöqtəni də elə qoyubdur ki, ikisinin ortasına düşübdür. Yəni, iki tərəfdən ki, nun belə gəlir aşağıdan, bunun üstünə. Burada nöqtəni elə qoyub ki, iki tərəfi az qalır yapışdırsın bir-birinə, amma orada yekə olduğu üçün adam deyə bilir. Bəli, bu birisində düz də arası açıqdır, bizərrə çox açıqdır, amma üstündə nöqtəni də qoyduğu üçün o adamı biraz şey olur, iki nöqtə görsənir. Həmd etməkdən sonra və Rəsul Həzrətinə səlam etməkdən sonra məlum ola ki, Fəqir Əbdüllətif ibn Əbdülməcid ibn Əbdüllətif ibn Firiştə İzzeddin Suridir. Bu əvvəldəki Əbdüllətifin üstündə də bir dənə xət çəkibdir. Yəni, indi bu adam öz adını kamil yazır. Biz o əvvəldəki Əl-Lətif ki deyibdir, Əbdüllətif ibn Əbdülməcid onu götürürük. Yəni götürməliyik, çünki özü üstünə xət çəkibdir. İlla ki, deyək ki, yox, biz qəbul eləmirik, elə oradan gəlir. Amma bu, yazdığı budur. Yazan kim olur? İndi bu ne? Əbdülməcid ibn... Bu cəlibdir, bunu yazaq. Çünki o qabaqca Əbdülqadir ibn Ezeyneddin kitabın sonunda imzalayıbdır. Amma burada yazan yazır Əbdülməcid ibn Əbdüllətif ibn Firiştə İzzeddin Əs-Suri. Əs-Suri də Suriyə sinliylə deyil, yəni üçdəndəli sinlə deyil, üç nöqtəli sinləndir. Yəni inqilabçı. Savr ya savr inqilab anlamındadır. Bu, deyir ki, görək nəmə? Məlum ola ki, Fəqir Əbdülməcid ibn Əbdüllətif ibn Firiştə İzzeddin Əs-Savri Eydür deyir, Eydür demək. Eydür kəlami qədimi ilahinin içində müşkül və qeyri-müşkül lüğətlərin kitabın 300 lüğət cəm edib yazdım. Və hər lüğətin çox, indi bunları mən oxuram beləsi, amma vaqəən çətindir oxuması. Yəni, lüğətlər, məsələn, o kitab, lüğət sözü liftdən görsənir, lift. Belə, yəni, oxusam, yəni, oxuyam liftdən. Kitab da ki, kitab oxunmur əslən, amma beləsi baxanda görür ki, 300 lüğət cəm edib yazdım. Məsələn, mən bunu əgər yazdım, cümləni düz görməsəydim, deyəcəkdim ki, məsələn, ayrı bir şey oxuyacaqdım, amma məsələn, yazda oxuyacaqdım. Yazdım və hər lüğətin türki mənisin və atın, ayətin belə yazdım. Farsi yazdım, ta nəfi am olmaq üçün 28 bab eylədim. Farsi deyil yazdım özü də. Mən üstə türkcə oxudum elə bir. Farsi yazdım, ta nəfi am olmaq üçün 28 bab eylədim. 28 kəlmə müqabilində ki,
hər bab kəlmə-i Muhammediyyə müqabilində vaqe oldu. Feyyaz əzəlidən feyz olduğu miqdari və dəxi hər lüğət ki Qur'an-ı Əzim içində gəlir ani yazdım və Qur'an-ı Əzimin kəlmiyan yazdım. Qur'an-ı Əzimin ehtimalən kələmatın olacaqdı, amma kəlmiyan yazıbdı, kəlmiyan yazdım. Burada bir dənə də qırmızı zərbidər qoyubdu, buna bir şey yazıbdı. Görək altında da əlbəttə bir ayrı yerdə xətt çəkib, 3-də 6-da onda baxarıq. Ta ki məxsusi Qur'an lüğəti ola, ismini qanun-i ilahi qoydum. Kitabın adı qanun-i ilahi, əlbəttə burada lüğətin yazmır. İsmini Qur'an lüğəti orada qoyubdu, ismini qanun-i ilahi qoydum. Əsli kəlam-i ilahi külli qanun üzərinə müqənnən eylədim. Əsli kəlam-i ilahinin ehtimalən belə oxunmalıyam. Qanun üzərinə müqənnən eylədim ta ki hər lüğəti babində bülmək talibə asan ola. İndi bu qanun ilahinin itmam Həzreti Resul müncərətün 854 Büləndi Şəban yılında 854, aha baxın burada tarix qoyur. Həzreti Resul hicrət bu da olacaqdı. Hicrətinin caribdir bu hicrəti o T'yi bir dənə he yazıb tazaşdan fasilə ilə hicrəni yazıbdı T'ye tənis ilə, sonra tünün yazıbdı, yəni 2 nöqtəli T ilə də yazıbdı ki tut T ilə desaq yazıbdı. Hicrətinin 854 yılında hicrətin 854 Hicriye Qəməri ilində bunu yazıbdı. Yəni kitabın tarixi getdi qabağa. Calibdir. Bir də ilahinin itmamı, bir də cəssəm də alıya biraz alıq. Ta ki hər lüğət babində bülmək talibə asan ola. İndi bu qanuni ilahinin itmamı Həzreti Resul hicrətinin 854 yılında Şəban ayında oldu. Vəssalam alə mən ittəbə'əl huda. Elhamdülillahi aləl itmam və li və rəsulihi əfzəlissalam. Tamam. İndi burada tarixi özü deyir ki, mən bu kitabı hangi tarixdə yazdım? Əsl tarix budur. Bunu yazıram ki, yadımızdan çıxmasın. Çünki bunu bu adam Əbdülməcid ibn Əbdüləzizi Əbdülməcid ibn Əbdüllətif ibn Firiştə Əl-İzzəddin Səuri bu kitabı bu tarixdə yazıbdır. İndi mən bunu buna görə ki, qatışdırmayayım, tazaşdan bir ayrı səhifə açım, orada bunu yazım. Çünki indi burada biz iki şeyi kamil bu bizə ayırdı. Çox gözəl oldu əslində. Mən bir dənə ayrı kağız götürməliyəm ki, eləyə biləm bunu orada yazam və əlavə eləyəm. İndi biz burada iki şeyi bu kitabda bildik. Bu iki kitabın adı Qanun-i İlahi. Əvvəl cələsəmiz 270-ci cələsədir. Kitabın adı Qanun-i İlahi. Yazar Əbdülməcid ibn
Latif Fibni Firişte İzzeddin Əs-Suri. Çağ hangi çağda yazıbdır? Çağı çağ 854 Hicri qəməridə yazar müqəddəmədə bu tarixi yazıbdır. Bu tarixi yazıb. Tamam. Onda neçə il öncə olar? Onu indi 500-ə getdi. Qabaqsan biz 975 yazmışdıq. Bu indi ondan çoxa getdi. İndi bunu gərək 1447-ci il deyirik. Bundan çıxsaq 854-854-ü çıxsaq 593 il öncə bu kitab yazılıbdır. 593 il öncə bu kitab yazılıb. İndi buradan nə məna alırıq? Buradan bu mənanı alır ki, nüsxəçi kimdir? Nüsxəçi ehtimalən bu nüsxəçi olacaqdır. Əbdülqadir ibn Zeynəddin. Əbdülqadir ibn Zeynəddin. Bu da hangi tarixdə bunu şey eləyibdir? Nüsxə tarixi. Mən bunları burada yazıram ki, özümə də qalsın. Bir zaman hövsələm olsa, imkanım olsa, bunları tazaşdan o şeydə, internetdə yazam, qalsın. Bu da 975-ci ildə, 975-ci ildə nüsxəni yazıb. Ki, 472 il öncə olar. Tamam. Bu da bizim bugünkü hesabımızdan, bu kitabdan tanış olduq. Çox gözəl. Bəs bu kitab 600 ilə yaxın bundan öncə, yəni 7 ildə üstünə gəlsəydik, onlarda 600 il öncə bu kitab yazılmış. Bab-ı Əlif. İndi bu əlbəttə deyir ki, fars dildə yazdım. Baxaq görək ki, kitabı fars dildə yazıb ya yox. Orası da məsələdir. Bab-ı Əlif istianət. Yazdım, yardım istianət sözünün indi şeydir, mənası. Yardım etmək. Qoluhu Teala. Qoluhu, burada bir kəlmə yazıbdır, onu Nə'm İyyəkə. Qoluhu İyyəkə nə'budu və İyyəkə nəsta'in. Burada bir nə'əm kimi bir şey yazıbdır. Onu oxuya bilmədim. Ya nə? Mən amma İyyəkə nə'budu və İyyəkə nəsta'ini oxuduq. Bu nə deməkdir? Yardım etmək. Qoluhu Teala olacaqdır. Teala'nın əvvəlin yazıb. Eyn, o şey ki vardı, mim ki mən görürəm. O mim ehtimalən ya Teala'nın axırında bir Y olur. Onun əlaməti, işarəti olmuş olsun. Bu qədər mən onu görə biləm. İyyəkə nə'budu və İyyəkə nəsta'in. O birisi kəlmə if'ah, belə bir şeydir. İf'ah nəminə? Belə eyləmək, iyilik eyləmək. Bu nə mənə kəlməsidir? Bunu oxuya bilmədim. Qoluhu Teala cinə sıratəl-ləzinə ən'amtə əleyhim. Bu inam olacaqdır. Ən'am. Ən'am sözün mən bunu hətta f-a bənzədirdim, n-a bənzətmirdim. Ən'am olacaqdır. Bu mim he kimi yazılıbdır. Həsən he kimi. Amma böyük he yazılıbdır. Oradan mən orada qalmışdım. Amma bu ki, nemət sözün gəlir. Oradan bir iyilik eyləmək. Qoluhu Teala sıratəl-ləzinə ən'amtə əleyhim. İstiqamət. Doğru olmaq. İstiqamət sözü doğru olmaq. Qoluhu Teala və in ləv istiqamu. Burada da qoluhu Teala Allahın dilindən, Qurandan misal gətirir ki, istiqamı sözü doğru olmaq, doğru düz. T ilə yazıbdır. Bizim türk dilində t
dal hərfinə, dal hərfi T, dəstəli T hərfinə yazılır. Bu bir-birinə çevrilir. Bir dənə Tacaşdan bir kəlmə yazıbdı. Ehtimalən bu imam olacaqdı. Amma bu mən əmah görürəm. Onun üçün kitab qoluhu taala nə mənə kitab deyibdi buna. Kitab qoluhu taala təd'u kullu unasin bima bi imamihim. Bəli, imam sözüdür. İmam burada deyir ki, Qur'anda imam sözü kitab anlamındadır. Kitab, imam tərcümə edib Türkcə kitab, qoluhu taala təd'u kullə unasin bi imamihim. Hər milləti öz imamı ilə çağıracaqlar. Yəni kitab, burada deyir kitabdır. Tacaşdan yenə yazıb imam, iyi olan kişi, bunda əgər imam olsa, yazıb ki, iyi olan kişi qoluhu taala inni cailun nasa imamən. Mən hər bir millətə bir imam qoydumda da iyi kişi, iyi, yaxşı insan. Yenə Tacaşdan imam yazıbdı. Yol mənisidir. Yol, Qur'anda bu mənilərə imam gəlir pəs. Yol mənisidir. Qoluhu taala və innəmə nə oldu bu? Libamihim mubin. Burada imam görürəm, amma burada imam sözü li imamihim olacaqdı. Bir də nöqtə var altında, ona görə qaldım. Li imamihim mubin. İmam genə də lohi məhfuz qoluhu taala və kulli şeyin əhseynahu fi imamin mubin ey fi lohin məhfuz. Türkcə yazıbdı. Əraikə. Əraikə təxti müzəyyən. Qur'anda əraikə vardı. Təxti müzəyyən qoluhu taala əraikun əl-əraikun yandurun. Burada da onu təxti müzəyyən. İkət. Ehtimələn bunu əlbəttə dedim qırmızı ilə yazıbdı. Qırmızı da qəşəng düşməyibdi. Biraz da şey olubdu. Pəşə. Qoluhu taala əshabul eykətil mursalin. Pəşə yazıb burada. İşaret peşə deyələ. Mən pəşə oxudum. Peşə olacaqdı. Peşə. Pəs burada ikət. İkət. İki nöqtəli ta tənislə ikət peşə. Qoluhu da əshabul eykətil mursalin. Burada o anlamda. İntiqam. Kin almaq. Kin almağa intiqam deyir. Qoluhu taala vallahu azizun zul intiqam. İnfal. Ənfal. Ənfal qənimət mal. Ənfal qənimət mal. İranda da ənfal deyə dövlət millətin əlindən malı alır. Pəs adı nə məniymiş? Mən indiyəcən bilmirdim. Adı qənimət malımış. Qənimət mal. Qoluhu taala qullahumul ənfalu lillahi və rasulih. Ənfal Allahın və Allahın rəsulunundur. Və bir ayrıya toxunmuşduq ki, Allaha Peyğəmbər heç zat istəmir və müzd istəmir bu işinə və heç zat irs qoymur. Amma indi burada görürük ki, deyir ki, ənfal qənimət mal. Qoluhu taala qul lahumul ənfalu lillahi və rasulihi. Əhqaf. Əhqaf nə mənədir? Bir mövzein ismidir. Mövze yəni torpaq, yer. Bir yerin ismidir. Bir yerdir adı ismidir. Qoluhu taala əndarun. Fikrim qoluhu bil əsqaf. Belə bir şey oxunur, amma bilmirəm. Əməd də ehtimalən olacaqdır. Vermək qoluhu. Əəd olacaq pəs. Əəd də vermək qoluhu taala vəttəqu. Vəttəqu məddəkum əy ətakum. Deyir ki, mədd burada vermək, eta eləməkdir. Vermək anlamında işlətdi. Gördüyümüz kimi kitab çox gözəl. Mən bunu sevdim. Niyə? Kəlmələri qırmızı yazıbdır. Oxumağı zor da olsa əl yazıdır. 600 il bundan öncə yazılıb bu kitab. Qur'andan kəlmələri, bir kəlməni götürübdür. Qur'anda neçə yerdə ayrı mənada təkrar olubdur, onu yazıbdır. Çox sevdim. Vəttəqu əməddəkum əyəd. Əxdud. Əcəba bu əxduddur. Yer yurği. Yer yürüğidir. Yer yürüği nə deməkdir? Onu mən bilmirəm. Bunu yazım görüm ki,
Acaba bu şey bizə deyər, yoxsa yenə də pul istəyir? Yer yürüğü. Görək ki, buna nə deyir? Əgər gətirsə, buna bir söz desə, yer yürüğü به صورت نوشتاری کمی مبهم است و بسته به بافت زبانی در ترکی عثمانی آذری آناتولی اگر مقصود yer yürüğü باشد به معنی یورک های ساکن یک ناحیه یا کوچنشینان که در جایی نشستند. زمین، yer زمین، yürük کوچنشین. در فارسی محاوره یا نوشتاری عامه ötür onları işimiz yoxdur. Gətirə bilmədi. Nə mənə dedi? Dedi ki, yer yürüğü der qavluhu teala ashabul uxdud. Uxdudmuş bu. Uxdud, ashabul uxdud ehtimalən köçərilər. İndi bunu görək, əcəba uxdud yazsaq ərəbcəni məni eləyə bilərmi? Uxdud. Görək ki, uxdudu məni eləyə bilirmi? گودال عمیق و دراز خندق شیار بزرگ در زمین اخادید. پس burada dedi ki nə mənə? Uxdud. Haradaydı? Uxdud. Yer yarığı. Aha, yer yarığı. Yarıq. Yer yarığı. Uxdud, yer yarığı. Ya yer yarığı. Calibdir. Yer yarığıdır. Qavluhu Teala yerığı mən oxuyurdum. Yarıq anlamında yarığı. Yer yarığı dər qavluhu Teala ashabul uxdud. Burada bir qırmızı kəlmə yazıbdır. Əsla oxunmur. Amma zənnimə gələni desəm, satla yazılıbdır. Əsikər, nə mənə? Yətsurdur. Qavluhu Teala bükrətən və əsila. Bu əsila sözü olacaqdır. Əsil, bəli, əsil sözü olacaqdır. İndi bunun türkçəsi yazıb ki, yətsurdur. Ya yətüdür. Yetüdür. Burada indi bu satdır, eynidir, mimdir, onda qalıram, amma yətsu, görürüm ki, yətsu bunu nə yaza bilər burada? Yətsu Türkcədə nə demək? Görək bunu gətirir. Yətsu. حیف demədi bu harda yazıb. Yətsu به تنهایی کامل و معیار نیست. عربی عثمانی کوتاه یتشاورو. Getdi ərəbcəyə yetəsəvvəru məni در türkçe Osmani təsəvvür Osmanlıda təsəvvür edər, zihində canlandırır, düşünür. Bu anlamda gətiribdir, amma bu o deyil. Ehtimalən bunun bir ayrı mənası var, amma mən oxuya bilmədim. Yət'udur ya təysudur. Təysu nə demək olar? Əgər təysu olsa bunu təysu oxusaq təysu olabilirmi? Görək təysu, təyqu yazdım bunu da mən. Allah Allah. Təysu. Görək təysu olsa nə mənə deyir buna? یتسو، تیسو هر دو میتونن خوانش‌های متفاوت داشته باشند. در صورت درست معتمد باشند. Yetəsəvvər yenə gedir ora deyir, amma bu yox, ərəbcə deyil, bu türkcədir. Bu istəyir ki, ərəbcə görsəsin. Amma o deyil. Yətsu ya təysudur. Qavluhu Teala bükrətən və əsila. Bu türkcəsi nədir, onu oxuya bilmədik. Abkar, artə,
ərtə, yəni sonra ehtimalən, qovluhu teala bil əşiyyə vəl əbkar, ərtə. Ərtə yəni tez. İşraq, tələkə, təklə ya da tələkə. Qovluhu teala yusəbbihnə bil əşiyyə vəl işraq. Bu işraq sözü tələkə olacaqdır. Görün tələkə türkcə nə olur? Calibdir. Mən bunları görürsünüz. Tələkə. Görək bunu nə mənə yazır? Ya dələkə. Bunu mən beləsi də yazsaydım. T ilə deyək. Qatışıq. Bizdə bir tələkə var. Yəni türkcə kələk vurmaq, başına böyük qoymaq adında filankəsi tələkə elədilər. O kəlmə deyil, ya onu bilmədim. Yox, burada bunları bilmir. Bu da mənə tay əllaf qalır. Hər halda burada türkcə bir kitabla qarşı-qarşıyıq ki, bunun lüğəti Qur'an-ı Kərim yazıbda düzdür. Yəni burada Qur'anı məni eləmir. Bəlkə o kəlməni yazır, onun içindən, məsələn burada yazıb ki, əcaci, tuzlu olmaq, duzlu olmaq, qovluhu teala və hazihi milhun ecaci. Ərib, ya ərib, iki təşdidli, hacət mənasında ərib. Qovluhu teala ulul əribbi minər rical. Əbbu itlaf eyləmək. İtlaf əlbəttə ərəbcə sözdür, amma burada onu işlədibdir. Gördüyünüz kimi kitab orada mən oxudum farsca müqəddəmələr, amma farsca deyil, türkcədir. Niyə orada o cür yazılıbdır? Əcəba burada qeydirəm, bir də baxım görüm ki, deyir ki, qeyri-müşkil lüğətlərdən, çənd müşkil və qeyri-müşkil lüğətdən kitabın 300 lüğət cəm edib yazdım və hər lüğətin türki mənisin və ayətin belə yazdım. Farsi yazdım. Əvvəldə deyir türki, lüğətin türki yazdım, amma sonra deyir ki, farsi yazdım ta nəfi am olmaq üçün. Bu farsi sözü hardan girib bura kitabda yoxdur. Əcəba, bu indi gedək o ikinci bölümə, kitabın ikinci, bu əvvəl qeydək gələk bu kitabın gəndə bir axirində biraz oxuyaq, çünki o görək ki, bu kitabı nüsxəçi o cür eləyibdir, tarix 100 ildən də çox əlbəttə fərqi vardı. Qeydaq bunlar biraz oxuyaq, görək ki, nədir? Axirdə elə yazıb ki, yazıqqun ey yasraun qovluhu teala fəqbulu iləyhi yazıfun ya yazıqun. Yuhun ehtimalən vəsvəsə edər. Yuhun vəsvəsə edərlər. Qovluhu teala və innəş-şeyatinə yuhunə ilə awliyaihim liyucadilukum. Bəza nə mənə onu oxuya bilmədim. Yəni bənzədürlər. Qovluhu teala yuzahiunə olacaqdır. Yuzahiunə qovlullezine kəfəru. Burada qutarır Təmmətil kitab bi'unillahil məlikil vəhhad biyədil Əbdülqadir ibn Zeynəddin fi tarixi 900. Pəs bu şeydir. Bu kitabı yazan əvvəldə yazanın adını gətiribdir və tarixi ki o deyibdir. Onu gətiribdir. Sonra da bu nüsxəçi bu tarixi bizə qoyubdur burada. Bu nüsxədir. Qətən nüsxədir. Amma gedək o ikinci kitaba görək ki, demişdim mən farsça yazdım. Əcəba orada farsça yazıbdır yoxsa? Yox. Ali Muhammed. Birinci lüğət ilə Bismillahirrahmanirrahim və bihi nəstəindən sonra Ali Muhammed əleyhimüssəlam. Muhammedun əleyhimüssəlam əhli beyti və burada kitabı gələk çevirək. Əslində çevirsək bəlkə oxumağa daha rahat olar. Görək ki, oxuya bilirik beləsi. Muhammed əleyhissəlamun əhli beyti və səmimi və qumi və kök kənarınla ağarən. Kök kənarından ağarən. Belə bir şey mən görürəm. Bəlkə də iştibah oxuram. Ali İbrahim, İsmail və İshaq kəza və qəəfil Qur'an.
Elə deyir, beləsi Quranda beləsi gəlibdir, İsmail və İshaqın ondan, yəni bunlar onlara ibarət olur, amma Həzrət Məhəmmədə görə yazmayıbdır. Cəlibdir ki, Həzrət Məhəmmədə görə bu alı ki yazıbdır, Şiələr, indi nə cür deyək, inqibazi və inbisati çox geniş və çox dar bir millətdir eyni halda. Bir düşüncədir. Bir İslama da ilgisi yoxdur o qədər. Yəni desək ilgisi yoxdur, əsla yoxdur. Çünki Qur'anı İslam dünyasına Qur'anı qoyublar qırağa. Qur'an yoxdur İslam dünyasında. Mollaların yazdığıdır. İslam dedikləri mollaların yazdığıdır. O da hər torpaqda mollaların yazdığı tarix içində, tarix zaman içində sən dinə ilgisi yoxdur. Mollaların yazdıqları öz düşüncələridir. Həzrət Məhəmmədin və Allahın, Həzrət Məhəmməd iddia edir Qur'anı Allahın tərəfindən gəlmiş, onun tərəfindən deyil. Amma Həzrət Ali Məhəmməd deyəndə Şiələr Ali, Həzrət Fatimə, Həzrət Həsən, Həzrət Hüseyn və ehtimalən Zeynəb bilirlər. Əlini də bəzən Həzrət Əlini də daxil elirlər, daxil eləmirlər. Çünki Həzrət Əli damaddır əslində. Onu qoyacaq kənara. Həzrət Əli əslində Həzrət Məhəmmədin damadıdır, alı deyil. Amma al dediniz, Həzrət Məhəmmədin deyək ki, Həzrət Fatimə, inanmıram Zeynəb olsun, görmüş olsun. Amma deyək ki, Həzrət Fatimənin Həzrət Peyğəmbərin qızıdır. Deyək ki, Həsən, Hüseyn, Fatimə, Zəhra filan bunlar da Həzrət Peyğəmbərin nəvələridirlər, balaları hesab olur, al hesab olur. Amma Həzrət Məhəmmədin 2-3 dənə də ayrı evladı var. Özünün belindən gələn evladları var ki, mən indi bunu əgər Həzrəti Məhəmməd sallallahu aleyhi və səlləm evladlarının adları və onlardan olan nəvə və nəbirələrinin adlarını yazar mısın? Görək ki, burada bizə bir şey nələr gətirir. Deyir ki, Həzrət Muhammed sallallahu aleyhi və səlləm oğladları və sipäs nəvəha və nəbiriha به صورت منظم آمده است. اسامی به ترکی عثمانی Azəri نوشته شده است. Həzrət Məhəmmədin uşaqları oğlanların əvvəl yazıbdı. İbrahim, Qasım, Abdullah, İbrahim. Hərsi در کودکی فوت کردند. Həzrət Məhəmmədin Allah belə səlah görməyib ki, oğlu olsun ki, onda o dədədən balıya peyğəmbərlik keçməsin. Onun qabağını alıbdı. Amma indi qızlarından, qızları Həzrət Zeynəb, Həzrət Rüqeyyə, Həzrət Ümmü Gülsüm, Həzrət Fatimi Zəhra. Böyükdən kiçiyə yazır. Bunu diqqət eləyək. Bu da 4 dənə qızı var. 5 dənə qızı var Həzrəti. Üzr istəyirəm, 4 dənə. 4 dənə qızı var Həzrəti Rəsulun və biz onları nəvəsi Zeynəb binti Muhammeddən Əli İmamə. Bu Zeynəb, o Zeynəb ki İmam-ı Hüseynin bacısıdır, o deyil ha. Bu Zeynəb Həzrət Peyğəmbərin qızıdır ki, Fatimə qızının adını ki Zeynəb qoyur. Həzrət Fatimə ya o birisi xanımlarından bilmirəm, hansısındandır Zeynəb, onu mən bilmədiyim üçün deyirəm. Həzrət Əlinin hangi xanımındandır Zeynəb? Həzrət Məhəmmədin qızının adı Zeynəbin adını qoyublar Həzrət Zeynəbə. Yoxsa o Zeynəb Həzrət Peyğəmbərin qızı deyil. Zeynəb, Rüqeyyə, Ümmü Gülsüm, Fatimə Zəhra. İndi Zeynəb binti Məhəmməd, Həzrət Məhəmmədin qızı, Əli və İmamə deyə evladları var. Rüqeyyə binti Məhəmməddən Həmsəri Usman ibn Əffan. Həzrət Usmanın xanımısı olan Rüqeyyə ki, Həzrət Məhəmmədin qızıdır. Abdullah, bu getdi. Ondan bir dənə oğlu var, Abdullah adında. İndi Ümmü Gülsüm binti Məhəmməd, Həzrət Məhəmmədin 3-cü qızının ki, adı nədir? Deyir, bunun uşağı yoxdur. Calibdir, çox calibdir. Və Fatimə Zəhra, Həmsəri Əli ibn Əbi Talib, Həsən, Hüseyn, Zeynəb, Ümmü Gülsüm.
Bunlardan da Zeynəb bəs Həzrəti Fatimənin qızıdır. Ümmü Gülsüm də görürsünüz, baxsaz xalalarının adını qoyublar uşaqlarının üstünə, Həzrət Əlinin üstünə. Uşaq, yəni Zeynəblə Ümmü Gülsüm Həzrəti Fatimənin bacılarıdır. Onların adını qoyubdur. Özü də kimin xanımısıdır? Əgər iştibah eləməsəm, indi Nəbirələr. Həsən ibn Əli, bəlkə məşhurtər. Məşhurları deyəcək də çocukları. Həsən ibn Əli, Həsən Müsənna. Təzəşdən bir dənə ayrı Həsən olubdu. Ehtimalən biri ölübdü, onun yerinə olubdu. Zeyd, Əmr, Qasım, Abbas. Yəni, İmam Həsənin uşaqları ibarətdir bunlardan. Həsən özü İmam Həsənin oğludur, elə özü adını daşıyıbdır. Həsən-i Müsənna deyə ad qoyublar üstünə. Yəni ikinci Həsən. Zeyd, Ömər, Qasım, Əbdullah. Ömərin adını görürsünüz ki, burada Həzrəti İmam Həsən, Ömər raziyallahu aleyh, o İmam Həsən o Ömərin adını qoyubdu oğlunun adının üstünə. İmam Hüseynə görə gələndə deyir ki, ehtimalən bu Qasım həman Qasımdır ki, İmam Hüseynlə şəhadətə gedir. Hüseyn ibn Əlidən olan Əli Əkbər, Əli Zeynəl-Abidin, İmam-ı Səccad. Burada görürsünüz ki, nəsl Peyğəmbər əzinin tariq edamı yaft, məsələn. Cəfər, Əbdullah, Əli Əsqər yazıblar. Abdullahın da adı Əli Əsqər ki, bizə deyirlər, onun adı Əbdullahdır deyir. Zeynəbin indi, Zeynəb bint Əli, Həzrəti Əlinin Zeynəb adındakı qızı vardı, İmam Həsənin bacısıdır. İmam Həsən, İmam Hüseynin, onu deyir ki, Əli olubdu ondan, oğun olubdu, Məhəmməd olubdu. Ümmü Gülsüm bint Əli. Ümmü Gülsüm ki, Həzrəti Əlinin bir ayrı qızıdır. Ondan da deyir ki, ixtilaf vardı. Bəlli deyil ki, bunun uşaqları kimlərdir, kimlər deyil. Diqqət buyursaz, indi burada biz görürük ki, bunlar əgər tutsaq nəvələrdən, fəqət nəvələri, da nəbirələri heç yazmadı elə bir, mən də heç diqqət eləmədim, nəbirələri yazmayıbdır. Nəvələrə, uşaqlar və nəbirələrə diqqət eləsək, Həzrəti Rəsulun 3 oğlu var imiş, ölüblər, Allah rəhmət eləsin, və 4 qızı var imiş, ki, bunlardan da nəvələri 1, 2, 3, 4, 5, 6, 7, 8 nəvəsi varmış. Yəni 8 nəvə, 4 qız, əgər tutsaq, 8 nəvə, 4 qız, elər 12. 12 dana bunun alı var. İndi əgər Həzrəti Əlini damat olaraq hesaba salsaq, onda Öməri də Əbu Bəkiri salmalıyıq. Əgər yox, salmasaq, yəni o birisi adamlardakı damatdırlar. Əli də çıxar işiyə. Yəni bu dana çox belə açıq, aydın hesabdır. Hər halda bu da ona görə dedim, onu bilək. Ali Ümran, Musa və nədir burada? Əleyhissalam, əleyhüməssalam. Ehtimalən Harun olacaqdır. Ehtimalən, oxuya bilmədim. Musa və Harun, ehtimalən. Annə, bilici və aləm. Alim. Annə. Anə ya da. Anə əliflə və nununla. Anə, bilici və alim. Azan. Cəm'i əzan. Qulaqlar. Qulaq. Amma yazmayıb mənası. İstəyirəm bu kitab, yəni bunu ona görə oxuyuram. Görüm, əcəba burada Əliyyə Yemid. İstəyirəm görüm ki, bunun mən ona görə gəldim bura ki, bunu biraz da çevirim tazaşdan. Avah yazmayıbdır. Adəm. Buğday, əklü və Adəm Peyğəmbər. Buğday, əklü və Adəm Peyğəmbər əleyhissalam. Ədəb yazmayıbdır. Əb, rücud, ayrı bir yerdə deyəcəkdir. Əba, cəm'i, adab, faillər və mənulər və əqillər. Burada amənt, yücə yer. Amənət, yücə yer. As, mərsin, ağac. Nə mənə ağacıdır, bu mərsin ağacı, belə bir şey oxuyuram. Aniz, cəm'i ana və məşrəbə və vəqt müraat issiyə
erişmiş kimsene. Bunlara baxırdım, görüm ki, əcəba burada farsça yazıbdır, ona görə baxıram. Əbrəs, cüzam və əlcəqə, səllü və sərü, belə bir şey yazıbdır. Əbbüvəl, bu surə quş, bir sürü quş. Əbabili də yazıb cəmi bir şeydir, amma ona müraciət edir. Əbqəə, əl-əqrəqə və qəmmaz. Əbcər, yəni mənə göbəyi, sürü fok. Başlap buram, yəni əbəcc, uvazi tutmuş, avazı tutulmuş, avazı tutulmuş. İbni oğul, İbnə qız. Burada gördüğünüz kimi bunlar da itlaf, həlak eyləmək, itiraz, azar tutmaq ya azar tutmaq. İtrab, istifna ya istifna olacaqdır. Bilmirəm nə deməkdir. İstifna ərəbcə sözdür. İttihad, əlmək və görməyi və törətmək. İttihad, almaq və görmək. Əcəba, bu mən qələt oxumuram. Almaq və görmək və törətmək ya törətmək. İtqan, möhkəm eyləmək. İtyan, götürmək və İsrailmək, əsir eyləmək və vermək. İtyan, gəlmək və qoparmaq. Çox gözəl türkçəsi var. İnsafən sevdim, bunu da sevdim. Həm də ki, açıq yazıb. Kəlmələri bir-birinin içinə soxmayıbdır. Düzdür, əyri yazanlara adam biraz zor oxuyur, amma əcadil ya əcazil cəmidir. Əcdəl nə mənə? Çıxartıfan, çıxartıfan belə bir şeydir. Əcəl, zaman vermək və ölüm vaxt. Əcəl, zaman vermək və ölüm vaxt. Əcram cəmi cirmidir. Əcsəm köklü hönmək fil məsadiri. Nə mənə köklü denmək ya önmək, baş tapmadım bunu. Yəni oxuya bilmirəm. Əcnəbi madar. Əcnəbi sözü madar. Hey bunu dedim, madar etmə. Bəzən Türkiyədə şeydə madar etmə eşidirdim, bilmirdim nə demək. Deməkdən bəs yəni özgələşdirmək, əcnəbiləşdirmək. Bir neçə səhifə gedim əşayət, çünki istəyirəm gedim o birisi kitaba. Çox gözəl bir kitabdır əlbəttə. Xeyrat cəmi xeyirdir. Xeyrun ya xeyrət, heyəti xurlər, cənnət xurlər. Belə bir şey yazıbdır, oxuya bilmirəm. Xeyr, eyləmək. Xeyr sözü eyləmək anlamındadır. Xeyir sözü çox xeyirli. Xeyruzanə, xeyruzanə, baş tapmadım nəmidəxdir. Ehtimalən türkcə yazıbdır, bunun mənasını yazmayıb üstə. Xəyyal, düşdə görülən, xəyyal, düşdə görülən, xiyalda görülən. Xəylal, o da şeydir, cəmdir. Gedək bir ayrısına. Damiyən, burada bir şey yazıb, amma mən bilmirəm ki, o düzdür ya yoxdur. Damiyən, siçən dilki. Siçən dilki. Ehtimalən tülküdən danışır. Dilki mən beləsi oxudum. Bəlkə də qələt oxudum. Damiyə, qan
Əgər nə mənə davamı var, amma yedən ya yerdən. Qan əgər yerdən. Məsələn, beləsi oxuyuram, amma əcəba iştibah oxuyuram, ola bilər ki, iştibah oxuyam. Dabuğa, qarpuz. Qarpuz. Ha, burada sözlərin sonunda bir parantez qoyubdur. Mən bunları istir çalışırdım oxuyam. İndi görürəm ki, yox, bu sözlərin hamısının sonunda türkçənin bir parantez kimi bir şey qoyubdur. Tamam. Xaytam, yüzük. Xaytam, yüzük. Darüsselam, uçmaq. Dedik ki, uçmaq türkçədə şeydir. Behiş cəhənnəm deyil. Uçmaq, Allaha qovuşmaq. Allahın yanına getmək. O çox gözəl mənası var türkçədə. O şey ki, Quranda və iləyhi turcaun, nə mənə? İnna lillahi və inna iləyhi turcaun. Biz Allahdanıq, Allaha qeyd edirik. Türkçədə bu çox gözəl. Uçmaq sözü bunu yetirirmiş və biz bunu bilmirmişik. Gedirəm səfənin sonuna baxaq, görək ki, burada yap sonda cildiyə bir şeylər yazıblar, amma bunu sonralar yazıblar. Yazıb ki, 742 nə mənədir? Cəmadül axər sənədə köynəklərdən hədd oğlu nə mənə 24 verilmişdir. Hər mənə, burada bir şey yazıbdır, yəni mətbəx calibdir. Bu kitabı ilə bir alıbdır. 1142 yılında olacaq ehtimalən. Mən bunu oxuya bilmirəm, sonra yazıblar nəzərə gələn. 1142 yılında Cəmadül Axərisində köynək əsrdən Ədl oğlu mətbəx 24 verilmişdir. Burada bir şey alıbdır, o ilin tarixini qoyubdur ki, bəlli olsun. Yəni, o zaman görün, yəni, əlbəttə 1140 odudan, məsələn, 300 il bundan öncə belə bir sözdən söz edilir. Babin yəqra'u mə'ətə yasin dua mübin və əfazə əmri ilallahi. Nə mənə? Bab yəqra'u mə'ətə yasin duaun mübin və əfuzu əmri ilallahi innəllaha beyzai bil ibad. Ya bu nə mənədir bilmirəm. Mən qələt oxudum, nəzərimə düz gəlmədi. Duayı axəri ya qahir ya qəhhar ya qəhhadu əlbətşu əşşədidu ennəl-ləzinə la yutağu. Hər halda bu da o cür bir şey yazıbdır. Bu birisi səhifədə, yenə də alverdən belə nəzərə gələn yazıbdır. Molla Əhməd oğluna keçən bəyan idi. Cüməz oğlu ya Cümər oğlu ilə irsal olunan 25 əsədi. Nə mənədir bilmirəm. Dəmir bas 11. Kürək, onlar şey yazıbdır. Bu bəqqal olmuş, hər kəsmiş hesabların bu kitabın sonunda yazıbdır. Kitabın yap son kəlməsi necə şeydir, lüğətdir. Yəhmud, yeri götürən mülk. Ya yeri gətirən mülk. Ya məlik, Yəhmud. Yəhmum, yeri gətirən məlik. Bu da bir aydır. Təmmətil kitab və onullah ki, dedik bu da yenə də Əl-Məlikül Vəhhabi və sallallahu aleyhi seyyidina Muhammedin və alihi əcməin biyədil həqir Əbdülqadir Zeynuddin Qəfərallahu ləhu və livalideyhi və əhsənə ileyhima və ileyhi fi tarixi səniyyə 74 və 900 fi əvasiti şəhri səfəri Əl-Müzəffəri 974. Dedik ki, bu nüsxəçi bunu yazıbdır. Əvvəldə yazanın adını yazıb, sonra bunun özünün də adını burada yazıbdır. Yəni, mənim nəzərimə belə gəlir. Ayrı bir dəlil buna görə bilmirəm ki, deyəm, tamam, o şeydir. Amma gedək bu kitaba,
Mən biraz da əcələ eləməliyəm. Ehtimal verirəm ki, bu kitaba keçməməliyik. Baxım görüm ki, nə qəddir. Çünki biraz da işim vardı. Tamam, elə burada qutaraq. Əziz və hörmətli dostlar, hər kitabı oxuduqca adamın üzünə yəni oxumuruq, görürsünüz kitabı oxumuram ki, bu əvvəldən axıra. Amma hər türkü kitabla tanış olduqca adamın üzünə bir yeni qapı açılır. Düşüncəyə, dilə, anlayışa, görüşə. Bunların fərqi var ha. Bu kəlmələr ki işlədirəm, bunların anlamının dərin, geniş bir-biri ilə fərqi var. Məsələn, düşüncə, anlayışla fərqi var. Bu ikisinin görüşlə fərqi var. Yəni biz hər şeyi aynı görə bilərik. Aynı cümləni görüb oxuya bilərik, amma anlayışımız fərqli ola bilər. Anlayış yəni mənim aldığım düşüncə, algı. Eyni yorum kimi, yorumumuz fərqli ola bilər. Onun üçün hər kitab bizə bir yeni qapı açır. Dərin, geniş bir dünya görüşündən danışır. Dilin əzəmətindən, gücündən danışır. Çox əla, yəni mən özümü Türk dünyasında, Türk dilinin, Türk insanının yaratdığı uyğarlıqların içində özümü damladan belə kiçik görürəm indi. Yəni həqiqi oxuduqca görürəm ki, nə qədər geniş bir sahədə bizim dədələrimiz zəhmət çəkiblər, yazıblar, ürətiblər, bizə qoyublar. Amma təəssüflə keçən 250 ildə biz yavaş-yavaş işğalçılar buralardan uzaq elədikləri üçün biz yoxsulluğa getmişik. İnanmışıq ki, yoxsuluq. Yəni dədələrdən, babalardan bizə bir böyük torpaq yetişibdi deyək, bir irs yetişibdi, məxzənlər, xəzanələr yetişibdi, kitab xəzanəsi, pul xəzanəsi, düşüncə xəzanəsi, torpaq xəzanələr bizə yetişibdi. Amma bizi işğal eləyənlər deyiblər ki, sizin hissatınız yoxdur. Qoymayıblar görək və bizim keçəcəyimizdə olan dədələrimizi danlayıblar, pisləyiblər və biz də onların dilindən öyrəşdiyimiz üçün uşaqlıqdan demişik ki, dədələrimiz bizim çox axmaqmışlar, çox geri qalmış insanlarmışlar, çox filanmışlar. Onlara tohin eləyərək, onları görmədim tutaraq. Yaxçılarımız budur ki, tohin eləməsək də görmədim tutmuşuq. Bizim dədələrimizin başarıcılığı yox imiş. Bizim bu vəziyyət yox, onlara bağlıdır. Özümüzü istəmirik müqəssir görək. Təqsirlərin hamısını salırıq o dədələrin başına ki, insafən zəhmət çəkmişmişlər, yazmışmışlar. Hətta dini, dili, uyğarlığı bizim mənfəətlərimiz üçün yaratmışmışlar, anlatmışmışlar, anlamışmışlar, düşünmüşmüşlər, onu değişdirmişmişlər bizim şeyimiz üçün. Mən bir dəfə Cinas TV-də dedim, ola bilər ki, Firdevsi, Rüstəm Misad ki yazıbdır, bu yalan olsun. Əslən Firdevsi yalan olsun. Önəm daşımır. Mühüm budur ki, farslar bunu özlərinə çıxıblar və ondan bir düşüncə qazanıblar. O düşüncəyə dayanaraq özlərinə bir hüviyyət, bir kimlik yazıblar. Və o düşüncəyə qazanaq birlik qazanıblar, birlik. O düşüncəyə qazanaq bir hakimiyyət yaradıblar. Bir şey, amma biz, yəni mühüm deyil ki, Quran nə deyir? Bu, dedim, yəni İslamda, bugünkü İslamdan ki danışırıq, tarixdə, bu İslam deyil, Peyğəmbərin dini deyil, Həzrət Məhəmmədin dini deyil. Bəs bunun üçün mühüm deyil ki, İslam və Quran nə deyir? Mühüm budur ki, bu toplumda bu İslamdan, bu Qur'andan nə cür fayda götürə bilərik öz mənfəətimizə? İslamın mənfəətinə yox, müsəlmanın mənfəətinə yox, mənim öz mənfəətimə. Bu düşüncəni bizim dədələrimiz yaratmışmışlar. Din yaratmışmışlar, düşüncə yaratmışmışlar, fəlsəfə yaratmışmışlar, fiqh yaratmışmışlar, şəriyyat yaratmışmışlar, mollaları varmış. Siyasət yaradıblar, hüquq yaradıblar, dövlət yaradıblar, ordu yaradıblar, güc, ibtikarat, inkişafat yaradıblar, teknoloji yaradıblar. Bunlar hamısı bizim dədələrimiz, amma bu günlər bizim bunlardan xəbərimiz yoxdur. Bizim bunlardan təəssüflə xəbər. Xoşbəxtliklə, çox sevincidir ki, Türkiyədə də bir iddə insanlar bunu düşünürlər. Bunu danışırlar və keçəcəyi bu keçən 100 ili, keçən 200 ili, keçən 250 ili sorğu-sual altına aparırlar. Özəlliklə keçən 100 ili. Yəni Atatürk'ün o dedikləri 1-ci Dünya Savaşından bu gününü.
Yəni hətta birinci Dünya Savaşmadan başlamamışdan öncədən başlayırlar bu günə qədər. Məsələn, bir 5 il qabaq, 10 il qabağı başlayırlar sorğu-sual eləməyə. Yəni o gündən ki Sultan Əbdülhəmid Sanini, Allah rəhmət eləsin, ruhun şad eləsin və ruhun bizə duacı eləsin, duaçı eləsin. O həzrətinin əleyhinə olan kodita və şeydən sonra başlayırlar nəqd eləməyə ki, nə oldu? Düzdür, Osmanlıları gətirdilər işte koditaçılar, amma neynədilər? Və dünyanı necə soxdular? Yəni Osmanlıları necə soxdular bir savaşa? Və necə orada uduzdurdular Osmanlıları? Və hər şeyi uduzdurdular. Osmanlıları tək uduzdurmadılar. Yəni torpaq olaraq ya siyasət olaraq uduzdurmadılar. Hər şeyi ki türkləri, müsəlmanları bir-birinə bağlırdı, onları uduzdurdular. Oraya yetişdi ki, uduzan məmləkətlər belə Sazman-ı Miləldə şeyləri var. Bizim yoxdur. Müsəlmanları yoxdur. Müsəlmanlar 1 milyard insan olaraq, 2 milyarda yaxın insan olaraq Sazman-ı Miləldə veto sahibi deyirlər. Yəni bu gücü də itirdik belə. Ki eləyə bilərdik bir güc olaq. Amma o qoymadılar. Hər halda o da başlayıbdı. Türkiyədə bunu görsənir, Azərbaycan Cümhuriyyətində bu görsənir, o birisi Türk Cümhuriyyətlərində də bu görsənir və bu çox gözəldir. Hər halda Allaha şükür olsun bu günlərdə bizə ömür verdi və bu ömrün sonunda biz bu günləri bu kitabla tanış olduq. İkinci kitabı açmışdıq oxumağa, bu günə qismət olmadı, qaldı yarına və amma bu kitabın adı Lüğət-i Qur'an-ı Kərim, bunun adı nə idi? Bunu burada yazaq, Qanun İlahi. Elə mən bunu Qanun-i İlahi deyə bunun adını yazdıq və buradan da bu üzəsi geçsin. Tamam. Buradan da bu üzəsi geçsin, onun ardından ikisi qalsın. Amma bu tibb məsələsi qalsın sabaha. Yarın əgər ömür olursa, Allah fürsət verirsə və bizim də imkanlarımız əl verirsə, yarın bu birisi kitaba keçərik. Sağ qalın.